Salam hörmətli müəllimlər. Bugünkü verilişimiz fizika fənninə həsr olunur. Biz bugün Vahid Tanrıverdiyevin təqdimatında həndəsi optika mövzusuna dair müxtəlif test tapşırıqlarının izahını dinləyəcəyik. Salam Vahid müəllim. Salam. Həndəsi optika mövzusu müəllimlər tərəfindən də çox istənilən mövzulardan biridir. Gəlin vaxt itirmədən test tapşırıqlarının izahına başlayaq. Çox sağ olun. Fizikanın işıq hadisələrini öyrənən bölməsi optika adlanır. Optika özü də iki bölmədən ibarətdir. Həndəsi optika və dalğa optikası. Əvvəlcə onu deyim ki, müasir təsəvvürə görə işıq dedikdə əsasən iki nöqteyi nəzərdən başa düşülür. Bir Maxwell nəzəriyyəsinə görə işıq elektromaqnit dalğasıdır. Bir də işıq fotonlar selidir. Həndəsi optikada işıq hadisələri əsasən işıq şüası təsəvvürü əsasında öyrənilir. İndi həndəsi optikanın bəzi məsələlərini çalışmalar üzərində izah edək. Birinci çalışmamız belədir. Birinci güzgünün üzərinə düşən işıq şüası birinci güzgüdən qayıdır, ikinci güzgüyə düşür və ikinci güzgüdən qayıtma bucağını tapmaq lazımdır. Təqdim olunan test tapşırığı işığın qayıtma qanununa aiddir. Əvvəlcə işığın qayıtma qanunu haqqında qısaca məlumat verək. Tutaq ki, güzgünün üzərinə işıq şüası düşür. Demək, düşən şüa, qayıdan şüa, bu da güzgü müstəvisinə endirilmiş perpendikulyardır. İşığın qayıtma qanunu iki hissədən ibarətdir. Birinci hissəsi budur ki, düşən şüa, qayıdan şüa bir də perpendikulyar bir müstəvi üzərindədir. İkinci hissəsi isə düşmə bucağından qayıtma bucağı bərabərdir. İndi gələk bu məsələnin həllinə. Məsələnin şərtində ikinci güzgüdən qayıtma bucağını təyin eləməliyik. Ona görə də ikinci güzgüdən qayıdan şüa ilə ikinci güzgünün səthinə çəkilmiş perpendikulyar arasındakı bucağın hansı bucaq olduğunu müəyyən eləməliyik. Birinci güzgünün səthinə işıq şüası düşür və qayıdır. Bu şüa birinci güzgüdən qayıdan şüa, ikinci güzgüyə isə düşən şüadır. Və ikinci güzgüdən qayıdan şüa isə bu şüadır. Və səthə perpendikulyarı çəkirik. Deməli, biz bu qamma bucağını tapmalıyıq. İşıq şüası birinci güzgü ilə hansı bucaq əmələ gətirirsə də, qayıdan şüa da həmin bucaq əmələ gətirir. Şərtdə verilib bu 40 dərəcədir. Bu bucaq 60 dərəcə olduğuna görə açıq bucaqdır. Açıq bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda göstərdiyimiz bucaq 120 dərəcə olacaq. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Onda üçüncü bucaq 20 dərəcədir və bu perpendikulyar olduğuna görə 90 dərəcə olmalıdır. Ona görə ikinci güzgüyə düşən bucağı 70 dərəcədir və qayıtma bucağı düşmə bucağına bərabər olduğuna görə ikinci güzgüdən qayıtma bucağı da 70 dərəcə olacaq. Deməli, cavab 70 dərəcə B bəndi. İndi növbəti suala keçək. J nöqtəsində müstəvi güzgüyə baxdıqda hansı nöqtələrin xəyalı görünür? Şəkildə deməli J nöqtəsindən güzgü göstərilibdir. Bu güzgüyə baxan adam göstərilən nöqtələrdən hansının xəyalını görər. Bunun üçün əvvəlcə J nöqtəsindən baxan göz üçün görmə sahəsini müəyyən edək. Bunun üçün uc hissələrinə düşüb qayıdan şüaları çəkirik. Bu qayıdan şüalar arasında qalan zolaq onun görmə sahəsini müəyyən edir. Gördüyümüz kimi həmin zonaya N və L nöqtələri düşür. Deməli, cavab N və L, yəni doğru cavab C bəndidir. İndi növbəti çalışmaya baxaq. İşıq şüası sındırma əmsalları N1, kiçik N2, kiçik N3 olan 3 lövhədən keçir. Lövhələrdə işığın keçmə müddətləri eyni olduqda lövhələrin qalınlıqları arasında hansı münasibət doğrudur? Şəkildən göründüyü kimi sındırma əmsalları N1, N2, N3 qalınlıqları D1, D2, D3 olan 3 lövhələrin səthinə işıq şüası perpendikulyar istiqamətdə düşür. Perpendikulyar düşdükdə sınma baş vermir. Sadəcə havadan lövhənin daxilinə keçdikcə işığın sürəti dəyişir. İndi həllinə baxaq. Lövhənin qalınlığını biz D bərabərdir V vurulsun T düsturu ilə təyin edə bilərik. Burada T lövhədən keçmə müddəti V isə işığın sürətidir. İşığın sürəti V bərabərdir C bölünsün N ifadəsi ilə təyin edilir. Onu gətirib yuxarıdakı ifadədə yerinə yazsaq D bərabərdir CT bölünsün N alınır.
Testin şərtində deyilir ki, keçmə müddətləri T-lər eynidir. Onda lövhənin qalınlığı sındırma əmsalından tərs mütənasibdir. Digər tərəfdən testin şərtində M1 kiçik D2 kiçik D3 verilib. Onda D1 böyükdür D2 böyükdür D3 olacaq. Yəni doğru cavab B variantı alınır. İndi keçək növbəti suala. İşıq şüası havadan ən kəsiyi düzbucaqlı üçbucaq olan prizmanın üzərinə perpendikulyar düşür. Sındırma əmsalı n bərabərdir 2,16 prizmanın sındırıcı bucağının ən kiçik qiyməti nə qədər olmalıdır ki, M-in şüası tam daxili qayıtmaya məruz qalsın. Havanın sındırma əmsalı 1, sinüs 30 dərəcə isə 0,5 verilib. Gördüyümüz kimi, işıq şüası havadan prizmanın səthinə perpendikulyar, bu göstərilən katetə perpendikulyar düşür. Perpendikulyar düşəndə sınma baş vermir. Ancaq hipotenuz olan hissədən havaya keçdikdə isə sınma baş verir. Testin şərtində deyilir ki, sındırıcı bucaq neçə dərəcə olmalıdır ki, tam daxili qayıtma baş versin. Bu, işığın sınma qanununa aid bir test tapşırığıdır. Tam daxili qayıtmanın limit bucağını biz şəkildə təsvir eləmişik. Perpendikulyarla sınan şüa arasındakı bucaq 90 dərəcə olmalıdır. Tam daxili qayıtmanın limit bucağı sinüs alfa 0 bərabərdir 1 böl n. Çünki ikinci mühit havadır, sındırma əmsalını 1 götürmüşük. Birinci mühit isə M1 isə n-ə bərabərdir, o da 2-dir. Oradan n-in qiymətini yerinə yazanda sinüs alfa 0 bərabərdir 2-də 1, sinüs isə 30 dərəcədə deməli 2-də 1-ə bərabərdir. Tam daxili qayıtmanın limit bucağı 30 dərəcədir. Bu, perpendikulyarla səthin əmələ gətirdiyi bucaq 90 dərəcədir. Bu 30-sa da bu bucaq 60 olacaq. Onda delta bucağı da 30 dərəcə olacaq. Yəni, delta ilə alfa 0 bir-birinə bərabərdir. Ona görə cavab da olacaq 30 dərəcə. Düzgün cavab C variantı. Növbəti sual. Toplayıcı linzanın 2 qat fokusunda yerləşmiş cisimlə onun xəyal arasındakı məsafə 80 cm-dir. Linzanın optik qüvvəsini tapaq, hesablayın. Bu, linzalar bölməsinə aid bir çalışmadır. Bu, məsələni həll etmək üçün linza düsturundan da istifadə etmək olar. Ancaq məsləhətdir ki, cismin linzadan uzaqlıqları dəyişdikdə xəyallar harda alınır və həqiqi kiçildilmiş, böyüdülmüş və s. bu yaxud möhümü olma məsələlərini əvvəlcədən yadımıza saxlasaq daha rahat olar. Cisim 2 qat fokus nöqtəsində olanda, xəyal da 2 qat fokus nöqtəsində olur. Yəni, cisim məsafəsi ilə xəyal məsafəsi bir-birinə bərabərdir və 2F-dir. Onda şərtə görə D üstəgələk F bərabərdir 4F, o da 80 cm-dir. Oradan fokus məsafəsini tapırıq 20 cm, onda metrə çevirsək 0,2 metr olur. Optik qüvvə isə D bərabərdir 1 bölünsün F-dir. Oradan 5 dioptriya alırıq və cavab olur 5 dioptriya. Bir daha qeyd edirəm ki, bu məsələni linza düsturundan da biraz uzun da olsa həll eləmək olardı. Mənim təklif etdiyim ən rahat variantdır. Keçək növbəti suala. Fokus məsafələri F1 bərabərdir 20 cm və F2 bərabərdir 5 cm olan linzalar sisteminin baş optik oxa paralel işıq dəstələri düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, şüalar sistemdən keçəndə sonra paralel qalsın. Şəkildə göründüyü kimi 2 dənə toplayıcı linza verilir və baş optik oxları üst-üstə düşür. Birinci linzanın üzərinə paralel işıq dəstələri keçir. Şərtdə tələb olunur ki, həmin şüalar ikinci linzadan keçdikdən sonra da paralel qalsın. Bunun üçün biz linzanın fokus nöqtəsinin tərifini bilməliyik. Bilirik ki, toplayıcı linzada baş optik oxa paralel düşən şüalar sındıqdan sonra fokus nöqtəsindən keçir. Digər tərəfdən ikinci linzadan sındıqdan sonra keçən şüaların da baş optik oxa paralel olması üçün həmin şüalar da ikinci linzanın fokus nöqtəsindən
keçməlidir. Deməli, linzaların fokus nöqtələri üst-üstə düşür və bunun deməli şəkli göstərilibdir. Onda linzalar arasındakı məsafə fokus məsafələrinin cəmi qədər olacaq. L bərabərdir F1 plus F2. F1 ilə F2-nin də qiyməti yerinə yazsaq, alınacaq 25 sm. Doğru cavab D bəndi. Növbəti sual. Səpəci linzanın üzərinə düşən işıq şüası sındıqdan sonra hansı istiqamətdə yayılır? Səpəci linza ortası kənarlarından nazik olan linzadır. İşıq şüası onun səthinə düşdükdə səpilir. Göründüyü kimi səthə düşən şüanın uzantısı səpəci linzanın fokus nöqtəsindən keçir. Deməli, həmin şüa sındıqdan sonra baş optik oxa paralel getməlidir. Yəni, 3 şüası olmalıdır. Və biz bununla cavabı tapa bilərik B bəndi. Bu, biraz çətin görsənsə də başqa bir üsulla da izah eləmək olar. Yəni, tərsinə də baxmaq olar. Baş optik oxa paralel düşən şüalar sındıqdan sonra onların uzantıları fokus nöqtəsindən keçir. Beləliklə, düzgün cavab olur 3, yəni B variantı. Keçək növbəti suala. Şəkildə həqiqi xəyal alınan linzanın böyütməsinin xəyal məsafəsindən asılılıq qrafiki verilmişdir. Linzanın fokus məsafəsini hesablayın. Xətti böyütmənin xəyal məsafəsindən asılılıq qrafiki verilib. İndi biz fokus məsafəsini hesablamaq üçün əvvəlcə linzanın xətti böyütməsinin düsturu qamma bərabərdir F bölünsün D düsturundan istifadə edə bilərik. Xətti böyütmə deyəndə xəyalın hündürlüyünün cismin hündürlüyünə nisbəti nəzərdə tutulur. Bu da xəyal məsafəsinin cisim məsafəsinə olan nisbətinə də bərabərdir. Bu düsturda xətti böyütmənin və xəyal məsafəsinin uyğun qiymətlərini qrafikdən götürürük. Məsələn, qammanın yerinə 1, F-in yerinə isə 20 sm olduğunu nəzərə alıb, qiymətləri xətti böyütmənin düsturunda yerinə yazanda cisim məsafəsi üçün isə 20 sm alırıq. Onda aldığımız bu qiymətləri toplayıcı linzada həqiqi xəyal alınan hal üçün linza düsturunda yerinə yazırıq. Buradan isə fokus məsafəsi 10 sm alınır. Düzgün cavab A variantı olur. Növbəti sual F mötərizədə qamma plus 1 ifadəsi ilə hansı fiziki kəmiyyət təyin edilir? Burada F fokus məsafəsi, qamma isə həqiqi xəyal alınanda linzanın xətti böyütməsidir. A bəndi xəyaldan cismə qədər məsafə, B xəyaldan linzaya qədər məsafə, C cisimdən linzaya qədər məsafə, D xəyalın hündürlüyü, Y isə 2 qat fokus məsafəsi. Bunu deməli düzgün cavabı müəyyən eləmək üçün əvvəlcə toplayıcı linza üçün həqiqi xəyal alınanda linza düsturunu yazaq və buradan fokus məsafəsini təyin edək. Digər tərəfdən xətti böyütməyində bayaq qeyd etdiyimiz qamma bərabərdir F bölü D düsturunu verilən ifadədə yerinə yazıb sadələşdirmə aparsaq F alırıq. Yəni xəyaldan linzaya qədər məsafə düzgün cavab B variantı olur. Fokus məsafəsi F olan qabarıq sferik güzgüdə cismin xəyalı necə alınır? Qabarıq güzgüdə baş optik oxa paralel düşən göstərilən cismin xəyalını qurmaq üçün paralel düşən şüa güzgüdən qayıtdıqdan sonra uzantısı fokus nöqtəsindən keçir. Bir də qütbdən düşən şüanı göstəririk. Bu şüanın da uzantısını çəkirik. Bu iki şüanın kəsişməsində xəyal alınır. Göründüyü kimi xəyal mövhümü düzünə və kiçildilmiş olur. İndi bunu bildikdən sonra verilən məsələnin həllinə baxaq. Bunun üçün verilmiş düzbucaqlı formasında olan cismin xəyalını quraq. Xəyal qurulanda görürük ki, C variantına uyğun alınır. Yəni cavab olur C variantı. Şəkildə növbəti çalışma. Şəkildə 3 mühitdə şüaların yolu göstərilmişdir. Mühitlərin sındırma əmsalları arasında hansı münasibət doğrudur? Sındırma əmsalları üçün də belə bir münasibət verilib. Hansının doğru olduğunu müəyyənləşdirək.
Bu işığın sınma qanununa aid bir çalışmadır. İşığın sınma qanununun ifadəsini yazaq. Qeyd edək ki, ədəbiyyatda işığın sınma qanunu əsasən sinüs alfa bölək sinüs beta bərabərdir n2 bölək n1 şəklində yazılır. Burada sınma qanunu məsələnin şərtinə uyğun olaraq düşmə bucağını alfa 1, sınma bucağını isə alfa 2 ilə işarə etdik. Buradan göründüyü kimi hər bir şüanın mühitdəki yolu ilə perpendikulyarlar arasındakı bucaq sındırma əmsalından bucağın sinüsü sındırma əmsalından tərs mütənasib olur. Digər tərəfdən sinüs alfa 2 bucaq olanda artan funksiyadır. Yəni alfanın qiyməti artanda sinüsün qiyməti də artır. Şəkilə baxanda görürük ki, ən kiçik bucaq alfa 1-dir, sonra alfa 2-dir, sonra alfa 3-dür. Digər tərəfdən sinüs alfa isə n-lə tərs mütənasib olduğundan və sinüs alfanın artan funksiya olduğunu nəzərə alanda n1 böyükdür n2 böyükdür n3 münasibətini alırıq. Düzgün cavab C variantı C bəndi olur. Keçək növbəti suala. Cismin sökük güzgüdə alınan xəyalı üçün hansı ifadələr doğrudur? Şəkildə deməli bir sökük güzgü, bir də AB cismi göstərilib. Optik mərkəz və fokus məsafələri o cümlədən qütbdə qeyd edilibdir və bu xəyallar üçün hansı münasibət ifadə doğrudur, bunu müəyyən etməliyik. Bunun üçün xəyalın quraq. Xəyalı qurmaq üçün cisimdən güzgüyə düşüb qayıdan 4 əlverişli şüa var. Bu şüaların 4-ünü də çəkməyə ehtiyac yoxdur. 2 dənəsindən xəyal qurmaq olar. İndi bu bir baş optik oxa paralel düşüb qayıdan şüa fokus nöqtəsindən keçir. Bir də qütbdən düşən şüa simmetrik qayıdır və bunların kəsişməsindən xəyal alınır. İndi verilən ifadələrdən hansı doğrudur? Düzülən xəyaldır, doğru deyil. Çünki gördüyümüz kimi xəyal tərsinə alınıb. İkinci həqiqi xəyaldır, doğrudur. Çünki güzgüdən qayıdan şüaların özlərinin kəsişməsindən alınır. Əgər uzantılarının kəsişməsindən alınsaydı, mövhumi xəyal olardı. Üçüncü kiçildilmiş xəyaldır, bu da doğrudur. Və dördüncü fokus nöqtəsində yerləşir, doğru deyil. Çünki optik mərkəzdən fokus nöqtəsi arasında yerləşir. Bunu biz deməli qanuna uyğunluğu müəyyən eləyib də deyə bilərdik. Cisim sonsuz uzaqlıqda olanda onun xəyalı əsasən fokus nöqtəsində nöqtə kimi alınır. Cisim güzgüyə yaxınlaşdıqca xəyal da fokus nöqtəsindən çıxır və güzgüdən uzaqlaşır və getdikcə ölçü böyüyür. Cisim optik mərkəzdə olduqda xəyal da optik mərkəzdə olur, həqiqi tərsinə özü boyda olur. Ancaq bir vəziyyətdə olanda burada qeyd etdiyimiz kimi kiçildilmiş xəyal alınırdı. 3 nöqtəsində, 3 vəziyyətində olduqda optik mərkəzdən uzaqda alınır, həqiqi tərsinə böyüdülmüş olunur. 4 nöqtəsində olanda xəyal alınmır, çünki güzgüyə düşən şüaların nə özləri, nə də uzantıları kəsişmir. 5-cidə də xəyal mövhumu alınır, güzgüdən qayıdan şüaların uzantılarının kəsişməsindən alınır, mövhumu düzünə böyüdülmüş xəyal alınır. Deməli, bunu bilərək də buradan da tapmaq olardı. Ya birbaşa xəyalı qrup da müəyyən eləyə bilərdik ki, doğru cavab 2 və 3, yəni Y bəndidir. Keçək növbəti çalışmaya. Bu gözdə olan qüsurlara aiddir, uyğunluğu müəyyən edin. Birinci şəkil normal görən gözə uyğundur, xəyal tor təbəqəsində alınır. İkinci halda isə görürük ki, xəyal tor təbəqəsindən öndə alınır. Burada göz alması uzun soğulaşır və belə adamlar yaxın görmə qüsurlu adlanırlar. Yaxını yaxşı görürlər, uzağı pis görürlər və bu qüsuru aradan qaldırmaq üçün səpici linzadan istifadə edirlər. Üçüncü isə göz alması nisbətən kiçilir və xəyal tor təbəqəsindən arxa hissədə alınır. Belə qüsurlu insanlar uzaq görmə adlanır. Bu əsasən yaşla olur. Əsasən yaşlı insanlar yaxını yaxşı görmürlər, belə uzaqdan baxırlar.
və bunu da aradan qaldırmaq üçün müsbət deməli eynəklərdən istifadə edirlər. Bu dediklərimizi nəzərə alsaq, deməli birinci normal görən gözlük buna C variantı uyğun gəlir. İkinci yaxın görmədir. Yaxın görmə deməli D, bir də aradan qaldırmaq üçün səpəci linzadan A ilə D. Sonra üçüncü isə uzaq görmə dediyi adlanır və toplayıcı linzadan istifadə edilir. B ilə Y. Doğru cavab bu şəkildə də görsənir ki, hansı linzalardan səpəci, bir də toplayıcı linzalardan istifadə edilməklə xəyal gəlib tor təbəqəsində alınır və doğru cavabımız olur C variantı. Növbəti çalışmaya baxaq. Cisim müstəvi güzgüdə alınan xəyal üçün hansı ifadələr doğrudur? 1. Xəyal kiçildilmiş alınır. 2. Xəyal möfhümü alınır. 3. Xəyal tərsinə alınır. 4. Cisim perpendikulyar istiqamətdə güzgü müstəvisinə V sürəti ilə yaxınlaşarsa, onda cismin xəyala nəzərən sürəti 2V olar. Yəni, bu ifadələrdən hansının doğru olduğunu müəyyən etməliyik. Bilirik ki, güzgüdə, müstəvi güzgüdə xəyal demək, cisim nə ölçüdədirsə də həmin ölçüdə alınır. Ona görə də xəyal kiçildilmiş olunur, birinci doğru deyil. İkinciyə baxaq, xəyal möfhümü alınır. İkinci halda xəyalın, məsələn, S mənbəyinin xəyalının qurulmasına nəzər salaq. Güzgü müstəvisinə düşüb qayıdan şüaların uzantılarının kəşməsindən alınır. Deməli, xəyal möfhümüdür, ona görə ikinci doğrudur. Üçüncü, xəyal tərsinə alınır. Bu da doğru deyil. Bu birinci şəkildən göründüyü kimi cisim sağa doğru olanda xəyal da sağa doğrudur. Dördüncü, deməli, cisim güzgü müstəvisinə perpendikulyar getdikdə xəyal da güzgü müstəvisinə perpendikulyar istiqamətdə güzgüyə doğru hərəkət edir. Bir cismin digərinə nəzərən sürəti əgər eyni bir düz xətt boyunca qarşı-qarşıya hərəkət edirlərsə, onda toplanır. Ona görə də xəyalın sürəti də, cismin sürəti də güzgüyə nəzərən hər ikisi V-yə bərabərdir. Onda birinin digərinə nəzərən sürətinin qiyməti 2V olacaq. Doğru cavab B bəndi, yəni 2 və 4. Vahid müəllim, ətraflı izahınıza görə sizə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu izahlarla müəllimlər mövzu üzrə olan fikirlərini tam aydınlada biləcəklər və onlar üçün faydalı olacaq. Çox sağ ol, mən də təşəkkür edirəm və imtahan verəcək bütün müəllimlərə uğurlar arzulayıram. Təşəkkür edirik. Sağ olun. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.